Buradayım benim, buradayım. Sən nəsə səsini eşitmədim mən. Eşitmək istəyirəm. Eşidim yoxsa? İzah edeyim benim, bak. İzah eləsən qəşəng olar. Eşitdim. Benim bizim bu anda səhvdir. Səhvdir. 10-cu saat. Yaxşı onda. Ben izah edeyim. Aha. Elə. Elza sənsən? Fatime'dir benim. Hə, Fatimə, hə. Buyur Fatimə. Burada enliklerden söhbət gedir. 4c üstü 10 çıxılsın m'in kvadratı bərabərdir m plus p üstə gələrək 49b üstü 8. Burada eynilik olması üçün 4c üstü 10'un kvadratı n'ə bərabər olmalıdır. Bu yox deyil. M kvadratı 49b üstü 8'ə bərabərdir. Ona görə biz m yaza bilərik. 7b üstü 4. Bəli. 7b üstü 4 yazarıq. Bəli. 4c üstü 10'un kvadratı isə n'ə bərabər olmalıdır. 4c üstü 10'un kvadratı 16c üstü 20 eləyir. Bu da n'dir. Bəli. Bəs biz p-ni necə tapaq? Neyini N'ni yedik? də Bax, bu bizim A-mızdır. Mən sənə biraz kömək eləyim. Bax, bu bizim A-mızdır. Bu da bizim B-mizdir. Buna əsasən biz AB hasilinin 2 mislini necə taparıq? Hem 4'ü 2'ye vurarıq, bunu da 2'ye. Aha. Fatimə desin. müəllimə 4c 20 Bax, 4c üstü 10'u vurarıq. Bu bizim A-mızdır. Vurarıq B-mizə. Yəni 7b üstü 4'ə. Elə? Bəli. Və bunun da 2 misli lazımdır axı. Əvvəlinə də yazdım 2. Ortada nə var? Çıxma. Deməli, əvvəlində nə olmalıdır əmsalında? Çıxma. Bunu hesablayaq. mənfi olmalıdır. Bəli. Bunu hesabla indi. Mənfi 56 c üstü 10 b üstü 4. Mənfi 56 c üstü 10 b üstü 4. Bəli. Oy. B üstü 4. Bəli, doğrudur. D variantını verir. Cevap ne var ya? Bəli, bəli. Doğrudur.